Bugünkü sınaq izahımız doymuş və doymamış buxardır. Baxıram birinci sualımıza. Doymuş su buxarının təzyiqinin həcmdən asılı diaqramındakı nöqtələrə uyğun temperaturlar arasında hansı münasibət doğru olmuş olacaqdır? İndi biz nə edirik? Mənə burada doymuş buxardan söhbət deyir, yəni doymuş buxardan. İndi temperaturları biz müqayisə edirik. Bilirik ki, doyan buxarda əgərlərim temperatur T konstantdırsa, bunu ümumi şəkildə yazacağam. Rho P N. Həcmi necə asılıdır? Asılı deyil də, düzdür, sabitdir bunlar. Belə sabitdir bunlar. Onda bax, belə çıxır ki, 1-2 hissəsində bunun temperaturları nədir? Bir-birinə bərabərdir. T1 bərabər T2. İndi T3 tərəfi müqayisə edirəm. İndi bax, fikir ver. Əgərlərim sən bu xəttini bu tərəfə köçürsən, belə paralel şəkildə köçürsən, sıfırı ən yaxın hansıdır? 3 yaxındır. Onda belə çıxır ki, T1 bərabər T2 və bunlar da böyük olacaq nədən? T3-dən böyük olmuş olacaqdır. Bir sözlə, sıfıra yaxın olan tərəflərin temperaturu azalır, amma sıfırdan uzaqlaşanların isə temperaturu nə olacaq? Artacaq. Başqa sözlə, bunu təzyiqi belə də müqayisə edə bilərəm. P1 bərabər P2 ilə təzyiqi temperatur kimi müqayisə edə bilərəm və bu da böyük olacaq nədən? P3-dən. Vəssalam. Onda birinci sualımızın cavabı olacaqdır A bəndi. İkinci suala baxaq. 1800 kilojul istilik miqdarı verməklə qaynama temperaturundakı nə qədər spirti buxara çevirmək olar? Burada bizə verilən Q istilik miqdarıdır ki, 1800 joldur. 1800 kilojoldur. El spirti verir və nə deyir tab? Nə qədər spirti buxara çevirmək olar? Yəni M sualdır, kütlə sualı. İndi bilirik ki, istilik miqdarımız nəyə bərabərdir? El vurulsun M, yəni xüsusi buxarlanma sili vurulsun kütləyə. Buradan da biz kütləni əgər tapırıqsa, kütlənin yanında duran ifadəmiz elimiz məxrəcə düşür və Q qalır yuxarıda. Q-nü nə qədər verib mənə? 1800 kilojul. Kilo da nə qədər deməkdir? 10 üstü müsbət 3 deməkdir. El də nə qədərdir? Xüsusi buxarlanma sili 9 vurulsun 10 üstü 5-dir. Bax, indi belə deyək. Biz buradakı 2 sıfırı 10 üstü 3-ə vuranda bölür 10 üstü müsbət 5. Həmin bu 10 üstü müsbət 5-dən 10 üstü müsbət 5 getdi. 18 ilə 9-a böləndə bu deyiləcək 2 kiloqram. Yəni 2 olacaq A bəndi. Üçüncü sual. Şəkildə PV koordinatlara doymuş su buxarının halının dəyişməsi təsvir olunur. AB keçidi zamanı doymuş buxarın temperaturu və kütləsi necə dəyişmiş olacaqdır? Deməli, bilirik ki, təzyiq sabit olduqda, buradan yazıram, P konstant olanda bu hansı doyan buxarın hansı prosesinə uyğun temperaturun sabit olmanı. Çünki demişdik ki, temperatur əgər sabitdirsə, Rho Pn bunlar həmişə sabit olacaq, dəyişməyəcək. Həcmin qrafikinə bunlar sabitdir. Deməli, məlum ki, temperatur konstantdır, dəyişməyəcək. Onda C ilə D-ni silirəm. İndi baxıram biz burada buxarın kütləsini. Görürük ki, burada nə dəyişir? Həcm dəyişir və həcm nə edir? Sıfıra doğru gedir. Deməli, həcm azalır. O zaman M bərabərdir rho V olduğundan dedi ki, bax burada nə oldu? Sıxlığın da dəyişmədi, təzyiqin də konsentrasiyan. Əgər sənin bax burada da indi bunu buraya götürək, sıxlığın da dəyişmirsə, əgər sənin bax burada həcmin azalırsa, onda nə olacaq? Kütlənin də azalmış olacaq. Yəni kütlə azalacaq, temperatur dəyişməyəcək. Dəyişməz azalar, onda 3 olur B bəndi. Dördüncü suala baxıram. Deməli, nisbi rütubətlər arasında belə bir münasibət verir ki, 3 hamısından böyükdür və yaş termometrlərin göstərişləri müqayisədə quru termometrlərin göstərişləri eynidir. Olsun. Biz necə demişdik? Deməli, nisbi rütubət nədir? Bax, nisbi rütubət yazırım. Rütubət nədir? Rütubət. Nəmlikdir də, düzdür, nəmlikdir. İndi sənə deyir, yaş termometrlərin göstərişlərini müqayisə elə. Yaş termometrlərin göstərişlərini müqayisə elə. Bəs elə yaş nədir? Yaş da elə nəmlik sayılırmı? Düzdür, sinonimi deyək də, yaşın nəmlikdir də. Onda belə çıxır ki, sənin əgərlərin nisbi rütubətin nə qədər çoxdursa, sənin nəm termometrin göstərişi, yəni yaş termometrin göstərişi nisbi rütubətdə düz asılı olacaqdır. Yəni sənin indi nisbi rütubətin F3 böyük, F2 da böyükdürsə F1-dən, onda eynən bunun nəmliyi də üçüncüsü böyük olacaqdır. Bundan o da böyük olacaq T1-dən, yəni T3 böyük, T2 da böyük T1. T3 böyük, T2 o da deməli 4 olur A bəndə. Beşinci sual. Doymuş buxar bir halından iki halına keçməsi zamanı onun təzyiqi necə dəyişəcəkdir? Deməli, doymuş buxar bir haldan iki halına keçməli. Gələmizi deməli, buradan götürək bax. Əgər doymuş buxarsa, bu xətti uzadıram. Burada nə sabit qaldı? Temperatur sabit qaldı. T konstantdır. Yenə yazıram. Əgər T konstantdırsa, o zaman rho, P, N. Bunlar hamısı həcmə necə asılıdır? Asılı olmayacaqlar. Yəni, bunlar dəyişmirlər.
Yadınızda saxlayın, ümumiyyətlə temperatur sabitdirsə, doymuş buxarda temperatur hamısı məhv edir. Nə sıxlıq, nə təzyiq, nə də konsentrasiya heç biri dəyişmir. Mənə elə deyir ki, təzyiq necə dəyişir? Su dəyişməyəcək. 5 olur B bəndi. 6-cı sual. Deməli, ağzı bağlı qablarda su və onun üzərindəki doymuş su buxarı vardır. Qablardakı doymuş buxar sıxlıqları arasında hansı münasibət doğru olmuş olacaqdır? Bax, bizə burada deyir ki, ağzı bağlı qab. Ağzı bağlı qab nə deməkdir? Hamısının ağzını bağlayıblar, bax beləsinə. Ona görə ağzı bağlıdırsa, bunun həcmi dəyişmir, yəni V-si konstantdır. Əgər V konstantdırsa, doymuş buxarda biz hansı qanuna uyğunlar demişdik? Həcm sabitdirsə, V konstantdırsa, o zaman Rho, P, N bunlar hamısı temperaturla necə asılıdır? Belə kəskin şəkildə artırılır da, yəni kvadratik şəkildə. Yəni ki, sənin bax burada temperaturun nə qədər yüksəkdirsə, həm sıxlığın, həm təzyiqin, həm konsentrasiyanın bunların hər üçü də böyük olmuş olacaq. İndi temperaturlara görə biz müqayisə edirik. 25 məlum ki, böyükdür 18-dən, o da böyükdür 13-dən. Onda müqayisə etdikdə görərik ki, Rho 3 də böyükdür Rho 2-dən. O da böyükdür nə olacaq? Rho 1-dən olacaq. Yəni hansının temperaturu yüksəkdirsə, onların həm sıxlığı, həm təzyiqi, həm də konsentrasiyası temperaturla kəskin şəkildə artacaq və böyük olacaqdır. Rho 3 böyük, Rho 2 o da böyük 1, deməli 6 olur D bəndi. 7-ci suala baxaq. Deməli, burada deyir ki, havanın temperaturunu dəyişmədən onun su buxarının sıxlığını 2 dəfə azaldığında nisbi rütubət necə dəyişmiş olacaqdır? Deməli, verilənlərimiz isə temperatur dəyişmədən, yəni temperatur sabitdir, T konstantdır və su buxarının, deməli, su buxarının sıxlığı 2 dəfə azalanda nisbi rütubət necə dəyişir? Yəni, sənin bax, burada sıxlığını deyir, 2 dəfə azaldığında nisbi rütubət necə dəyişir? Nisbi rütubətimiz nəyə bərabər idi? Rho bölünsün Rho 0 idi. Doyan buxarı yox, bizə havanın, suyun sıxlığını verir. Onda görürük ki, bax burada sənin nisbi rütubətin bu sıxlıqla necə asılıdır? Düz asılıdır. Yəni bunu 2 dəfə azaldırsa, əgər 2 dəfə azaldırsa, deməli sənin nisbi rütubətin 2 dəfə azalacaqdır. Onda 7-ci sualımızın cavabı olacaqdır D bəndi. 8-ci sualda sabit temperaturda verilmiş kütlədə doymamış su buxarının təzyiqini 1.3 dəfə azaldanda sıxlıq necə dəyişəcək? Bax, burada sabit temperatur deyir. T konstantdır, amma söhbət doymamış buxardan gedir. Doymamış buxar Mendeleyevin Klaperon təlini ideal qaz qanununa tabe olur. Doymamış sözünə bu M sözünə görə də sallayın. Bunlar MK-nə tabe olurlar. Onda əgərlərim təzyiqin sənin 1.3 dəfə azalırsa, bunu bu şəkildə qısa şəkildə yaza bilərik. Başqa sözlə belə də yaza bilərəm. P2 bərabərdir. P1 bölünsün 1.3 şəklində yaza bilərəm. İndi sıxlıqla müqayisə edirəm. Bəs sıxlığımız necə dəyişəcək? Deməli, Rho bərabərdir nə idi? Pm bölünsün RT-dir. Görürük ki, bax buradan sıxlığımız təzyiqlə düz asılıdır. Yəni, sənin təzyiqini 1.3 dəfə azalırsa, deməli, o zaman nə olacaq? Təzyiq nə qədər azalırsa, sıxlığın da 1.3 dəfə azalacaqdır. Deməli, 8 olur E bəndi. 9-cu sual. Doymuş buxarın təzyiqinin, onun həcmlə asılı qrafiki verilmişdir. Bu prosesdə buxarın kütləsi M və sıxlığı Rho haqqında hansı mülahizələr doğrudur? Bax, görürük ki, burada nə sabitdir? V konstantdır. Əgər doyan buxardan söhbət gedir, düzdür, doymuş buxar. Əgərlərim həcm sabitdirsə, yəni V konstantdırsa, biz demişdik ki, Rho'dur, P'dir, N'dir. Bunlar hamısı temperatura nə cür şəkildə artır? Kəskin şəkildə artmış olurlar bunlar. Yəni, biz bunu bu rəhdə yazaq. Hə, burada bundan kəskin şəkildə artır. İndi mənə deyir ki, sıxlığı da tap, bunu da tap. Görürük ki, bax bu hissədə təzyiq artır. Onda bax mən bunu bu şəkildə yazıram. Yəni təzyiqimiz artacaq bizim. Həmçinin təzyiqin də artır sənin, həmçinin sıxlığın da, konsentrasiyan da artmış olacaq. Bunlar belə. Baxıram kütləmizə. Bəs kütləmizi necə taparam? M bərabərdir Rho V olduğundan burada hamısı getdi. Deməli, M qoy bir dəqiqə bunu belə silim. M bərabərdir Rho V olduğundan dedi ki, burada həcm sabitdir. Əgər həcm sabit isə, o zaman sıxlıq da artacaq, kütlə də artmış olacaq. Deməli, nə oldu burada? Rho, Pn hamısı kəskin şəkildə artır, yəni bunlar, amma kütlə də həmçinin bu da artmış olacaqdır. Belə, hər ikisi artacaqdır cavabımız. Hər ikisi artar, deməli 9 olur E bəndi. 10-cu suala baxıram. Sabit temperaturda, yəni burada T konstantdır. Biz yazırıq T konstantdır və doymuş buxardan danışır. Deməli, doymuş buxardırsa, temperatur sabitdirsə, yenə yazıram Rho Pn həcmlə necə asılıdır? Deməli, bax, bu da bundan temperatur sabitlə asılı olmayacaqdır. Yəni, onda 10-cu sualımızın cavabı olur A bəndi. 11-ci sual. Burada qapalı qabdakı buxarın təzyiqinin
onun mütləq temperaturundan asılı qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun temperaturda qabdakı mayenin kütləsi ən böyük olacaqdır? Mayenin kütləsi, bax, öncə bax bu hissəsinə baxıram. Bu hissəsi bizə nəyə aiddir? Bu hissəsi aiddir bizdə doyan buxara. Doyan buxar belə təsəvvür eləyək də, doyan buxarda bu bir qazandır. Qazanın içərisi su ilə doludur beləsə. Buralar sudur. Bu hissə sudur. Bunun dip hissəsində suyu nə qədərdir? Dip hissəsində bunun suyu daha çoxdur da, düzdür? İndi həmin bax bu A nöqtəsi elə bir sanki bunun dip hissəsi. Yəni orada suyun kütləsi daha çox olacaq. Yəni A nöqtəsində suyun kütləsi daha çox olmuş olacaqdır. Belə. 12-ci suala baxıram. Deməli, hansı qabda, hansı prosesə doymuş buxarın izotermik sıxılmasına uyğun olacaqdır? Deməli, doymuş buxar və izotermik sıxılma. İzotermik deyirəm ki, T konstantdır. Sıxılma da nə deməkdir? Sıxılma həcmin azalmasına aiddir. Yenə də yazıram. Əgərlərin bizim temperaturumuz sabitdirsə, rho, P, N bunlar həcmlə nə olacaq? Asılı olmayacaqlar. Yəni bunlar konstantdır. Amma həcm azalırsa onda bunun oxunu bu şəkildə qoyacağım. Yəni sıfıra yaxınlaşan tərəfi. Bu da hansı varianta uyğun gəlir? Gördüyümüz kimi 5-ə. Deməli, 1-5 daha doğrusu 1-5 hansıdır? 12 olacaqdır. C bəndi. 13-cü suala baxıram. Deyir ki, doymuş buxar molekullarının konsentrasiyasının həcmdən asılılığı göstərilmişdir. Koordinat sistemində hansı qrafik bu prosesə uyğun olacaqdır? Bax, deməli, konsentrasiya həcmlə necə asılıdır? Görürük ki, asılı deyil, yəni sabitdir də, belə deyil. Amma həcm nə indir öz növbəsində? Həcm artır. Amma bu hansı prosesə uyğundur? Demişdik ki, rho, P, N. Bunlar həcmlə asılı deyilsə, deməli, temperatur sabitdir. T konstantdır. İndi biz tapmalıyıq ki, temperatur sabit olsun və həcm artsın. Temperatur sabit və həcm artsın. Bax, temperatur burada sabitdir, həcmlə nə edir? Artır. Yəni sıfırdan uzaqlaşır. Bunu paralel köçürsək, bu sıfırdan uzaqlaşır. Deməli, 13 olacaqdır D bəndi. 14-cü sualda silindirdə porşin altında olan buxarın izotermik genişlənməsi, elə birinci bunu tez qeyd edək. İzotermik nədir? T konstantdır. Genişlənmə nədir? Genişlənmə həcmin artması deməkdir. Və deyir ki, bu proses zamanı bunun dəyişməsi təsvir olunmuşdur. Diaqramın AB və BC hisslərində buxarların konsentrasiyalarını müqayisə eləyin. Gəl bir-bir baxaq. Birinci AB hissəsinə baxıram. AB hissəsində görürük nədir? Təzyiq dəyişmir. Bu məlum ki, hansı buxara aiddir? Dedik ki, T konstant olduqda rho, P, N nə olacaq? Həcmlə asılı olmayacaqlar. Yəni bu şəkildə. Onda bu olur hansı? Deməli, biz burada nəyə müqayisə eləməliyik? Buxarların konsentrasiyasını. Hə, konsentrasiyanı görürük ki, burada nə baş verir? Konsentrasiya dəyişmir. Onda bunun, belə deyək, AB hissəsində konsentrasiyası nə olur? Konstant olur, dəyişmədi. Vəssalam. Onda konsentrasiya dəyişməyəcək. Deməli, A-nın D-ni yeni silirəm. Ya B-dir, ya da C-dir. İndi baxıram BC hissəsinə konsentrasiya. Gəl onda bu tərəfi silək, AB-ni silək, BC-yə şu baxırıq biz. BC hissəsində nə baş verir bəs? BC hissəsində fikir ver, sənin bax bu hissəndə, qoy bu oxu silim, pis gəldi. Deməli, bu hissəndə görürsən ki, həcmin artır. Çünki ox sənə doğru gəlir, V-yə doğru gəlir. Yəni, burada həcm artdı. İndi konsentrasiya müqayisə. Ümumiyyətlə, bu hissə nədir? Təzyiq həcmlə, bax belədir, tərs asılıdırsa bu hansı qanuna uyğundur? Doymayan buxara uyğundur. Yəni ideal qaz qanununa tabedir. Yəni əgərlərim burada təzyiq həcmlə tərs asılıdırsa, burada temperatur sabitdir. T konstantdır. T konstant olduğundan, həcm də artdığından konsentrasiyanı müqayisə etsə, konsentrasiya bərabərdir. Molekuların sayı bölünsün həcmdir. Həcmin də sənin bax burada artırsa, deməli konsentrasiya nə olacaq? Azalmış olacaq. Deməli dəyişməz azalar. Bu da olacaqdır 14 C bəndi. 15-ci sual. İkinci qabdakı porşin altında doymamış buxarın izotermik sıxmaqla maye çevirmə prosesi PV diaqramı təsvir olunmuşdur. Nələri müqayisə edir? Sıxlıqları müqayisə eləyin. Birinci bunlara biz hissəsə baxaq. Bax, bu əvvəlcə PV hissəsinə baxıram. PV hissəsini bizə verirsə, o zaman bax, təzyiqin həcmdən asılı qrafikin verir. Bu hansı prosesə uyğundur? Doymayan buxara aiddir, düzdür? Doymayan buxara aiddir və bu ideal qaz qanununa məlum ki, tabedir. Getdikcə sənin deyir ki, izotermik sıxmaq. İzotermik sıxmaq nə deməkdir? T konstantdır və həcm azalır. Həcm azalırsa, bax, getdikcə sənin həcmin bura doğru azalmağa doğru gedir. T konstantdır və həcm azalır. Bu 1-2 hissəsi dedik ki, nədir? Doymayan buxardır. 2-3 prosesində isə dedik ki, əgər temperatur sabitdirsə, deməli nə olacaq? Onda P də konstant olacaq. Həm rho, həm P-si, həm N-i sabit olacaq. Onda biz deyirik ki, deməli bunun nöqtəsini belə götürək. Yəni rho2 ilə rho3 görürsün ki, burada sabitdir. Yəni daha doğrusu P2 də həmçinin P3 də sabitdir. Onda yazıram ki, bura P2 bərabərdir P3-ə. Yəni bunlar sabitdir. Amma indi həmçinin rho2 də bərabər rho3-ə.
Rho2 də bərabərdir Rho3. Həmçinin konsentrasiya da N2 də bərabərdir N3-dür. Bunları müqayisə etməyimiz üçün yəni hamısını bir-bir deyirəm. İndi baxıram biz nəyə? Həcmin sənin nə oldu? Getdikcə həcmin uzaqlaşır. Yəni səndən uzaqlaşır. Deməli sənin bax bu hissəndə həcmin azalırsa, amma onda sənin təzyiqin nə olacaq? Təzyiqin də getdikcə artmış olacaqdır. Yəni o zaman Rho2 Rho3-ə bərabər, həmçinin sənin həcmin də artacaq. Rho da bərabər M bölünsün V olduğundan həcm azalırsa, deməli sıxlığın da artacaq. Onda müqayisə etdə deyərik ki, Rho2 bərabər Rho3, amma o da böyük olacaqdır Rho1-dən. Rho2 bərabər Rho3, o da böyük Rho1. Deməli 15 olacaqdır B bəndi. Konsentrasiya da eynən el olacaqdır. Konsentrasiyanı da buradan yazsaq, N bərabərdir molekулların sayı bölünsün həcmdir. Deməli sənin o zaman N2 bərabər N3, o da böyük olacaq N1-dən. İndi təzyiqə müqayisə edirəm. Təzyiqimiz necə idi? Kiçik M bölünsün böyük MV RT olduğundan sənin həcmin əgər azalırsa, təzyiqin də artacaq. Eynən təzyiqin də böyük olacaq bunlardan. Bir sözlə 15-ci sualımızın cavabı olur B bəndi. 17-ci suala baxaq. Sabit həcmdə buxarın təzyiqinin temperaturundan asılı qrafiki verilmişdir. Göstərən nöqtələ buxarın kütlələri arasında hansı münasibət doğru olmuş olacaqdır? İndi deməli nə verir bizə burada? Deyir sabit həcmdə, yəni V konstantdır. Əgər V konstantdırsa, birinci prosesimizə baxıram. Bu hansı prosesə uyğundur? Deməli, V konstantdırsa, bu məlum ki, doyan buxarda. Düzdür, doyan buxar. Doyan buxarda Rho, P'di, N'di. Bunlar həmişə necə asılı olur temperaturun? Kəskin şəkildə artmış olurlar. Bu mənim 1-2 prosesimdir. Buraya yazıram 1, buraya yazıram 2. Yəni siz bunu bu rəfə götürək. Deməli 1-2 prosesimizdir bu bizim. Sonra keçid edirəm mən bunun 2-3 prosesinə. Təzyiqin temperaturdan asılılığına baxıram. Təzyiq temperaturdan isə bax belə düz şəkildə asılıdır. Yenə bu hissə sənin bu xəttin V-nin konstant olduğunu bildirir. Amma indi baxırıq biz bu nəyə? Məndən buxarın kütləsini soruşur. Biz bilirik ki, bu prosesdə bunun kütləsi bir-birinə bərabərdir. M1, M2, M2, M3-ə bərabər olacaq. Çünki bu nöqtələr kütlənin sabit olduğunu bilir. Həmçinin həcmin sabit olduğunu bilir. Ümumiyyətlə, belə deyək də, bax, bu prosesimiz bizim, gəl bunu bu rəfə götürək. Bu prosesimiz hansı buxara aiddir? Doymayan buxara aiddir. Doymayan buxarda ideal qaz qanları tabi olduğu üçün bunun kütlələri dəyişmir, sabit olur. M konstant. Onda mən deyəcəm ki, M2 bərabərdir M3-ə. Amma M1 ilə müqayisə etsəm, M1-ə belə deyək, M1 doyan buxarın içində həm suda var, həm də onun buxarı var. Belə müqayisə etsək isə, Rho2, P2 ilə 3 nöqtələri olan tərəfləri isə burada demək buxar haldır. Ona görə M2 M3-dən böyükdür. O da böyük olacaq M1. M2 daha doğrusu bərabər M3-ə, o da böyük olacaq M1-dən. Çünki 2 ilə 3 tərəfi doymayan buxardır. Yəni ideal qaz qanunu tabedir. Onlarda demək ki, buxar daha çoxdur. Amma bir hissəsində isə burada buxarın kütləsi var, suyun da kütləsi var. Ona görə müqayisə eləsək M2 M3-ə bərabərdir. O da böyük olacaqdır M1-dən, yəni 16 olacaqdır B bəndi. 17-ci suala baxaq. Verilmiş temperaturda havanın nisbi rütubətinin 20% artıranda havadakı su buxarının parsial təzyiqi necə dəyişmiş olacaqdır? İndi nisbi rütubəti əgər mənə 20% artırmaq deyirsə, bunu biz nə cür yazış şəklində yaza bilərik? Necə yazmışdıq? İkinci fiziki kəməti birinci fiziki kəmətə bərabər edirik. 100%-in üzərinə verilən faizimiz nə qədərdir? 20% gəlirik və bölürük 100-ə. Bu da belə olduqda nə olur? Fi 2-miz bərabər olacaqdır. 1/2 fi 1-ə. Yəni sənin burada nisbi rütubətin 1/2% artdı. Və parsial təzyiq deyir nəyə bərabər? Nisbi rütubətimiz fi bərabər idi. P bölünsün P0. Parsial təzyiq bax buradan burada olan P-dir. P0 doyan buxarın təzyiqidir. Amma parsial təzyiq yəni sadəcə P-dir. Onda belə çıxır ki, əgər sənin nisbi rütubətin 1/2 dəfə artırsa, deməli sənin bax burada parsial təzyiq, yəni təzyiqin də 1/2 dəfə artmış sayılacaq. Yəni 17 olacaqdır E bəndi. 18-ci sual. 100 dərəcə temperaturda götürülmüş 100 qram su buxarı kondensasiya olunanda alınan suyun temperaturu 50 dərəcəyə qədər azalanda nə qədər istilik miqdarı ayrılır? Xüsusi istilik tunu və eli verir cavabı deyir. Bununla ifadə edin. İndi gəl verilənlərimizi yazaq biz. Deməli, temperatur dəyişməmiz nə qədərdir? Bax, əvvəlcə temperatur 100 idi, sonra 50-yə gəldi. Deməli, mənim temperatur dəyişməm burada nə oldu? 50 dərəcə oldu. Sonra bax, M su var bizdə. M-miz var, nə qədərdir? 100 qramdırsa, bunu 1000-ə böləndə eləcə 0,1 kiloqram. Xüsusi istilik tutumumuz var və el var. İndi deyir, istilik miqdarının nə qədər ayrıldığını tap. Biz bilirik ki, bax, buna nə qədər istilik miqdarı sərf olunub? Həm bunun qızması sərf olunub SCM delta T, həm də bunun nəyə sərf olunub? Elmi, yəni xüsusi buxarlanma istiliyi vurulsun kütlə. Onda belə olduğu halda verilənləri bir-bir yerinə qoyaq yazaq. Xüsusi istilik tutumumuz 4200-dür. Kütləmiz 0,2-dir. Temperatur dəyişməmiz 50-dir. Üzərinə gəlinsin, xüsusi buxarlanma istiliyimizi 23 vurulsun 10^5, kütləmiz də 0,1-dir. İndi bu hissəni də biz hesablayın. Tamla bu tam getdi. Bunun
4200-ü 5-ə vurduqda, deməli 2 0 burada 3 0, 2-ni 5-ə vurduq. Bu elədi 21. Üzərinə gəlinsin, bu tamdan da bunun biri getdi. Qaldı nə qədər? Deməli 23.000. Onda 21.000-in də üzərinə 23.000 gələndə bu da elədi. Deməli 44.000. Burada nəyəsə mən heç səhv hesapladım. Bircə dəqiqə. Bircə dəqiqə. Burada nəyəsə mən səhv hesapladım. Deməli, bu tamla bu tamın biri getdi. 4200-ü vuranda 5-ə, üzərinə gəlirik nə qədər oldu burada? 23 vurulsun 10 üstü 4. Aha. Hə, bu da nə qədər eləyəcəkdir? Elə 251 kilojol olmuş olacaqdır. Vəssalam. Deməli, bu sualımızın cavabı oldu 251. 19-cu sual. Doymuş buxarın izotermik genişləməsinə uyğun qrafiklər hansıdır? Doymuş buxar deyirsəm, bilirik ki, izotermik nədir? T sabitdir. Genişləmə nədir? Həcmin artması deməkdir. T konstantdır, həcm artır. Belə olduqda biz dedik ki, rho Pn həcmlə necə asılıdır? Asılı olmayacaqdır. Amma həcmin artırsa, deməli, həcmin artırsa, o zaman bu ox bu şəkildə olacaqdır. İndi baxaq buna. Deməli, bura həm uyğundur nə? 1, eynən çəkdiklərim hamısı buradadır. 1, 2 və 3. Bir sözlə 19-cu sualımızın cavabı oldu 1, 2, 3. 20-ci sual. Deməli, Purşin altında su və onun doymuş buxarı vardır. Doymuş buxar halının dəyişmə diaqramının əsasın uyğunluğu müəyyən edin. Deməli, görürük ki, burada nə sabitdir? Yəni, təzyiq sabitdir, amma həcm yenir, həcmimiz artır. Deməli, həcm artırsam, təzyiq də sabitdirsə, deməli, P konstantdırsa, temperaturumuz nə edir? O da sabit qalır da. Çünki dedik ki, T konstant olduqda nə sabit olur? Həmişə rho, P, N həcmlə asılı olmayacaq. Vəssalam. Yəni, bu qrafikə həm rho uyğun gəlir, həm təzyiq, həm də konsentrasiya. İndi baxaq, sabit qalanlar hansı olacaqdır buradan? Deməli, bax, burada bu hissə sabit qalanlar hansı uyğun gələcəkdir? Bax, konsentrasiya uyğun gələcəkdir. Sonra birinci sabit qalanları tapırıq. Bura təzyiqdir, həmçinin sabit qalır. Sonra baxırıq biz burada nəyə? Deməli, M bərabərdir rho v olduğundan, əgərlərin burada sıxlıq sabitdirsə, o zaman həcmimiz artırsa, deməli, buxarın da kütləsi artmış olacaq. O zaman buxarın kütləsi artır. Bura getdi B bəndi. Amma buxarın kütləsi artırsa, həmişə suyun kütləsi nə olacaqdır? Suyun kütləsi azalmış olacaqdır. Həmçinin suyun kütləsi azalırsa, deməli, suyun da həcmi azalmış olacaqdır. Deməli, 1-ə aid oldu B, 2-ə aid oldu A, E və 3-ə də uyğun oldu C və D hissələri.